Hacı çok sağ olun. Teşekkür edirik. Çok minnettarım. Elvan müəllim. Əhməd müəllim qeyd elədi, mənim musiqi savadım yoxdur, amma bu insanın o qədər dərin musiqi bilimi var ki, bilir kimləri bu məclisə dəvət eləmək lazımdır, hansı sənətkarları dəvət eləmək lazımdır. Bir daha toyumuz mübarək olsun və bugün heç də təsadüfi deyildir ki, Azərbaycanımızın sevilən səslərindən biri. Beynəlxalq Muğam müsabiqəsinin laureatı Nişanə xanım Baxışova bu gözəl axşamdadır. Alqışlarınız gəlsin. Var olasınız. Hər birinizi salam. Buyurun. Hər biriniz xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Biz də öz adımızdan təbrik edirəm. Hər iki tərəfə göz aydınlıq edirəm. Bütün tələblərin gözləri aydın olsun. Allah həmişə balalarımızı xoşbəxt eləsin. Həqiqətən də bugün şadam. Mən bu cür dəyərli bir ailənin qonağıyam və fəxr edirəm. Çünki bu ocaqda olmaq özü bir qürur duyurucudur. Mən də qürur duyuram ki, bu Seyid ailəsinin gözəl bir, özəl bir günlərində iştirak edirəm. Mənim bəy qardaşım, gözəl qızım, Allah sizi xoşbəxt eləsin, yar-yandan olasınız. Gözləriniz aydın olsun, dəyərli qıdalar. Bizim sənətkarımız, Allah sizi var eləsin, Elvan müəllim, toylarımızın yaraşığı. Burada mənim dəyərli sənətkar qardaşım da buradadır. Rövşən müəllim, Allah sizi var eləsin, var olasınız. Digər qardaşımız da buradadır. Xəyal, çox sağ ol. Başlayaq mı? Teşekkürler. Buyurun Nişanə xanım. Bütün qonaqlar, qudalarımızı istəyən qonaqlarımızı hər birini bəhsə dəvət edirik.